Machine learning və data science. Bunların fərqi nədir? Evet, çoxsu hətta onları qarışdırır bir-birinə machine learning və data science-da. Data science belə deyim, ümumiyyətlə datanı götürməkdən, datanı ardıcıllığını qurmaqdan, datanı filtr eləməkdən, datanı vizuallaşdırmaqdan əsas bu komponentləri özündə birləşdirir data science. Machine learning nədir? Və sonra da izah edəcəm ki, machine learning data science-da nə rol oynayır. Machine learning ümumiyyətlə süni intellektin riyazi alqoritmik hissəsidir. Sırf riyazi alqoritmik hissəsi. Məsələn, orada müxtəlif modellər var. Regression modelləri, kiçik neyron şəbəkələr, böyük neyron şəbəkələr, digər növ neyron şəbəkələr, nə bilim, qərar vermə, belə deyim, şaxələnmələri. Yəni machine learning budur. Və data science-da da machine learning necə istifadə olunur? Machine learning datanı daha çox analiz edib, qanuni ardıcıllıqlar tapıb proqnoz vermək üçün istifadə olunur. Data science daha çox olan datanı analiz edib, filtr eləmək, vizuallaşdırmaq. Yəni orada çox elementlər var. Sadəcə terminologiyaya çox da getmək istəmirəm. Və machine learning-də orada bir alət kimi istifadə olunur. Amma kimsə qərarlıdırsa ki, məsələn, iki qərar arasında machine learning öyrənsin və yaxud da ki, data science öyrənsin, çox da fərq eləməz. Siz onsuz da machine learning öyrənməklə data science-ın da böyük hissəsini öyrənmiş olursunuz. Və data science öyrənmək üçün kifayət qədər biliyiniz varsa, hansı ki, tətbiqi riyaziyyat və proqramminq bacarıqları tələb edir, onu rahatca o biliklərlə, bacarıqlarla machine learning-i də öyrənə bilərsiniz. Yəni siz elə bilməyin ki, machine learning-i öyrənəndə data science-dan qopursunuz və yaxud data science öyrənəndə machine learning-dən qopursunuz. Elə bir şey yoxdur. Bunlar ikisi də bir-birinə paralel gedən şeylərdir. Mən elə gəlir ki, bunlar daha çox kimsə hər hansı bir proyekt eləmək istəyir. Orada ilişir və onu öyrənir özü bilmədən. Bu proses belə getməlidir. Razılaşırsan? Razılaşıram. Məsələn, belə deyim də, tutaq ki, inanmır, mən demirəm riyaziyyatla birbaşa başlayırsınız, sınayın. Yəni, sənə maraqlıdır, tutaq ki, məsələn, web saytlarımızdan bu son 5 ildə, məsələn, evin qiymətləri, ev elanları saytlarının evin qiymətləri hansı tendensiyadan dəyişib və hansı faktorlar əsas rol oynayıb da. Sən yığırsan o datanı özün üçün, analizi qurursan, sonra başa düşürsən, mən bu statistika lazımdır. Sən özün görürsən ki, sən əslində hansı biliklərin çatmır ki, istədiyinə nail ola bilmirsən.